Salam, əziz və dəyərli şagirdlər, kanalıma xoş gəldiniz. Ümid edirəm videonu bəyənəcəksiniz. Bugün izah edəcəyim mövzu ziddiyyət ifadə edən zərf-budaq cümlələri olacaq. Zərf-budaq cümlələrini, yəni ziddiyyət ifadə edən zərf-budaq cümlələrini biz in spite of, despite, although, even though və ya though bağlayıcıları vasitəsilə düzəldəcəyik. Bunların mənaları baxmayaraq kimi tərcümə edilir, lakin işlənmə yerləri fərqlidir. Məsələn, in spite of-dan sonra biz isim və ya gerund verə bilərik. Despite deyiləcə özündən sonra isim və ya gerund gələ bilər. Although isə özündən sonra cümlə tələb eləyir. Elə ki, even though da özündən sonra cümlə tələb eləyir və though da özündən sonra cümlə tələb eləyir. Hər birinin mənası baxmayaraq kimi tərcümə olunur, lakin işlənmə yerləri fərqlidir. In spite of bağlayıcısından sonra biz isim və ya gerund veririk. Despite bağlayıcısından sonra da isim və ya gerund veririk. Nümunələrə baxırıq. In spite of the rain, yağışa baxmayaraq. I went jogging yesterday. Yağışa baxmayaraq mən dünən qaçışa getdim. Həmin bu bağlayıcılar həm cümlənin əvvəlində, həm də ortasında gələ bilər. Despite deyiləcə özündən sonra həm isim, həm də gerund tələb eləyir. Eyni zamanda həm cümlənin əvvəlində, həm də ortasında gələ bilər. Baxmayaraq kimi tərcümə olunur. Despite the rain, I went jogging yesterday. Yağışa baxmayaraq mən dünən qaçışa getdim. Biz bir halda despite və in spite of-dan sonra cümlə verə bilərik, yəni mübtəda xəbər hissəsini də verə bilərik. Əgər özlərindən sonra the fact that sözləri varsa, məsələn, I absolutely love fairy tales in spite of the fact that I'm in my 30s. Mən 30'lu yaşlarımda olmağına baxmayaraq hələ nağılları sevirəm. I absolutely love fairy tales despite the fact that I'm in my 30s. Yəni biz in spite of-dan sonra və yaxud da despite-dan sonra deyirik ki, cümlə yox, isim və ya gerund verə bilərik. Amma bir halda əgər the fact that sözü varsa, özündən sonra biz cümlə verə bilərik. Although özündən sonra cümlə tələb eləyir və baxmayaraq kimi tərcümə olunur. Although England is famous for drinking tea, many people love coffee. Baxmayaraq ki, İngiltərə çay içməklə məşhurdur, yəni çay içən millət kimi tanınır bu. Çay içməklə məşhurdur. Çox insan kofeni sevir. Yəni although-dan sonra biz cümlə veririk. Mübtədası və xəbəri yerində olan cümlə veririk. Even though da baxmayaraq kimi tərcümə olunur və mənanı biraz daha gücləndirmək üçün biz even-dən istifadə edirik. I watched an action film with my friend, even though I don't like those types of movies. Hətta baxmayaraq mən belə tərcümə eləyərik də, daha doğrusu mən dostumla aksiyon filmini izlədim. Baxmayaraq ki, bu tip filmləri, kinoları heç sevmirəm. Though da özündən sonra cümlə tələb eləyir. Although-ya və ya even though-ya nisbətən daha informal xarakter daşıyır. Yəni daha çox danışıq dilində istifadə olunur. Hətta although-dan və even though-dan digər bir fərqi isə cümlənin sonunda da işlədilə bilməsidir. Yəni although, even though hər ikisi həm cümlənin əvvəlində, həm ortasında işlənir. Elə ki, though da həm cümlənin əvvəlində, həm ortasında işlədilə bilir və eyni zamanda biz though-nu cümlənin sonunda da işlədə bilərik.